Kiçik Qafqaz dağlarının cənub-şərqində, Azərbaycan Respublikasının ərazisində Gəyəndüzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonunun Dağtumas kəndi. Ötən əsrin 90-cı illərində 11 yaşayış məntəqəsini Dağtumas, Xanaqabulağı, Söyüdlü, Qazanzəmi, Cullu, Maşanlı, Yenikənd, Günbəz, Qarağac, Sofulu, Çələblər kəndlərini özündə birləşdirən bu ərazi vahidliyi 1988-ci ildə başlayıb 2020-ci ildə başa çatan Qarabağ müharibəsi zamanı 27 ilə yaxın işğal altında qalıb. Bu müddət ərzində ermənilərin yerlə yeksan etdiyi bu kəndlərin 54 nəfər sakini 1991-94-cü illər ərzində gedən döyüşlərdə şəhid olub və ya itkin düşüb. Onlardan 24 nəfərin taleyindən bu günə qədər heç bir xəbər yoxdur. Onlarla oğul və qızı erməni qəsbkarlarına qarşı döyüşlərdə fədakarlıq göstərib, yaralanıb, sağlamlığını itirib. Qarabağ silsiləsinin cənub-qərb yamaclarında Cəbrayıl şəhərindən 23 km qərbdə yerləşən, hündürlüyü 1580 metr olan Tumas dağının ətəyində məskən salan Dağtumas kəndi 1991-ci ildən etibarən erməni silahlılarının hücumlarına məruz qalır. Quldur basqınları genişləndikcə çarəsiz qalan Dağtumaslılar və qonşu kəndlərin cəmaatı ermənilərin kəndlərə soxulmasının qarşısını almaq üçün yerli özünü müdafiə dəstələri yaradır. Zaman keçdikcə bu yaşayış məntəqələrində faciələr bir-birini əvəzləməyə başlayır. Doğma kəndinin müdafiəsinə qalxanlardan biri də 18 yaşlı Məmmədov Hikmət Həsənoğlu idi. O, 1992-ci ildə ordu sıralarına çağırılır və yeni yaranmaqda olan Azərbaycan ordusunda xidmət keçən ilk çağırışçılardan biri olur. Məmmədov Hikmət Həsənoğlu 28 fevral 1974-cü ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. 1981-ci ildə Dağtumas Sovetliyinin Yenikənd kənd orta məktəbində 1-ci sinifə gedib. 1991-ci ildə orta təhsilini bitirdikdən bir il sonra Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Rayon ərazisində yerləşən hərbi hissədə əvvəl topçu, sonra isə pulemyotçu kimi xidmət edib. Coğrafi və strateji baxımdan ən çətin döyüş mövqelərində xidmət keçir, Daşbaşı, Quşçular və Qazanzəmi postlarında döyüşlərdə iştirak edir. 1993-cü il avqust ayında Dağtumas və ətraf kəndlərin işğalı zamanı döyüş yoldaşları ilə birgə 3 gün Tumas Ata dağında mühasirədə qalır. Mühasirəni yarıb çıxdıqdan sonra Qubadlı rayonuna gedərək, orada Azərbaycan ordusunun bölmələrinə qoşulub xidmətini davam etdirir. Cəbrayıl və Qubadlı rayonlarının işğalından sonra 1993-cü il oktyabr ayının sonlarında Hikmət və sağ qalan əskər yoldaşları evə buraxılır. Elə həmin il noyabr ayında əskər yoldaşları ilə Bakıda bir yerə toplaşırlar və Cəbrayıl rayon hərbi komissarlığına gedirlər. Hikmət bu dəfə bir neçə döyüşçü dostu ilə birgə Ağdama, ən saylı hərbi hissəyə göndərilir. Qanlı döyüşlər zamanı Hikmət xüsusi qəhrəmanlıq göstərir və bir neçə dəfə mühasirəyə düşsə də sağ qalır və neçə yaralı silahdaşını döyüş meydanından çıxara bilir. Onun son döyüşü 31 dekabr 1993-cü ildə olur. Düşmən snayperi Hikməti gözündən ağır yaralayır. Mingəçevir şəhərində yerləşən hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur. Şərəfli əskər ömrü yaşayan Hikmət Məmmədov elə həmin gün şəhadət qapısından keçir. Sarışın oğlan idi. Sarışın göy gözü vardı. Bizim yerlərdə də, bizim tərəflərdə də sarışın həm də göy gözü olanlar az olur. Bir kənddə ya 2-dən olur, ya 3-dən olur. O saat kimisi yadında qalırdı. Hikmət çox belə qəddi-qamətli, yaraşıqlı oğlan idi. Məktəbdə əlaçı uşaqlardan idi. Sakit idi, özünə məxsus bir yumor vardı, özünə məxsus bir mizah anlayışı vardı. Birinci ilk gündən dərsə gedəndən elə ünsiyyətimiz yaxşı olub balaca vaxtından. Başqa kənddəni, amma bitişik kənddir. Hikmət dərslərində həmişə yaxşı oxuyan olub, əylaçı olub. Bir ara mən onunla oturdum, oğlan qız oturdular bizi. Onunla oturdum, yazdığın üstünə həmişə əlin qoyurdu. Göstərmirdi də nə yazdığını. Biz onu elə belə deyək də, paxıllığını çəkirdik ki, müəllimlər həmişə Hikməti bizə öndə gedən kimi deyirdi ki, yəni həminiz Hikmət kimi olun, onun kimi oxuyun. Yəni onun kimi
bazarlı olun. Heç müəllimlər də bizi sevməzdi yəni. Yəni dalaşdığımıza görə, elədiyimizə görə sevməzdilər. Hikmət belə yadımda qalıb ki, biraz üstünə gedən kimi qızarardı, belə səsi kallayırdı. Yaşından biraz ağır təbiətli olub, düzdür. Həmin uşaq olmuşuq da biz əcənnə deyirlər də, biz heyli olmuşuq, amma o biraz ağır təbiətli olub. 4-5 dənə qız, bir də Hikmət, bizim yolumuz bir idi. Bir gedirdik. Məktəbdə məsələn çıxırdıq, bir saat yarımızada evə çatırdıq. O yolu bütün vırışa-vırışa gedirdik. Mən belə qalıb Hikmət yadımda. Hikmətin bir də bir sözü var idi. Həmişə elə biraz səsi kal, biraz açıq həmişə deyirdi. Bahar gəldi, güllər açdı, gəl bizə. Sən gəlməsən özüm gələrəm sizə. Ən çox yadımda qalan o sözüdür. Dərsdən sonra futbola gedərdik həmişə. Bədən tərbiyə dərsində az olurdu, amma kənddə nə bilim qoyunun, quzunun buraxırdıq, gəlirdik pəstəni futbol oynayırdıq həmişə. Bizdə dağlı təpəlik çox olur. Ondan hərdən gedirdik biz. Bizdə mərmərik olurdu, qəşəng ondan şərqət yeyirdi, mərmərik yeməyə. Qonşu ilə bizim aramızda incir nar var idi. Biz onların narından qırırdıq, onlar bizim incirimizdən. Belə gizlin parça oynayırdıq həmişə. Rəhmətli elə gizlənərdi ki, heç kim tapmırdı onu. Axır özü çıxıb gəlirdi. Cəmi 19 il ömür yaşayan Hikmət Məmmədovun bir ömür unudulmayacaq xatirələri yadigar qalıb. Daimlə uşaqlığım belə çox şən olubdu. Düzdür, yəni bizdən böyük də olsa daimizdir, amma incitsə də, yəni biraz şirin incidir də bizi. Harasa göndərirdisə getmirdim onun üstündə, yəni biraz qulağımı dardırdı belə, yəni ya biraz cəza verirdi. Gözümüzü açıb onunla ancaq sevgi görmüşük, məhəbbət görmüşük, istək görmüşük. Harasa getmək lazım olanda belə birinci dayımız gözümüzün qabağına gəlib. O kətdə ən gözəl xatirələrimiz dayımızla, əmimizlə bağlıdır. Mən məsəl üçün götürürdü, gəzdirdi motosikletlə kənddən o kəndə, bu kəndə məsəl üçün Hacı Qaraman aparırdı, Çullu kəndi, Maşanlı kəndinə aparırdı, Tumas ataya aparıb bizi. Məni də, yəni mənlə balaca qardaşlarım da var. Onlar da aparıb, amma ən çox məni aparıbdı. Mən onlarda çünki böyük olduğuma görə ana tərəfdə ən böyük nəvə mən idim. Motosikleti vardı dayımın. Mən şəxsən o motosikletə marağı dayımdan gəlib irəlidə. O mənə hardasa öyrədə bilibdi motosiklet sürməyə. İdman eləyirdi. Burada ağaca bağladığı müəyyən şeylər var, qurğular vardı. Onlarla öyrədirdi. Yəni o biraz xəyalımdadır ki, məsəl üçün idman eləməyi öyrədirdi. Əlim belə eləyəndə bilirdik ki, dayım deyir, qaç qucağıma, qaç yanıma. Əlimdən, onun adi arxasınca qabaqda gedirdi. Əlim belə eləyirdi, nənəmgilə gedirdi, bizi gəlirdi, götürürdü, aparırdı nənəmgilə. Evimizdə qardaşlarımla bir yerdə də. Əlim belə eləyirdi, üç qardaş, üçümüz də qaçırdıq. Birimiz şalvarından tuturduq, birimiz əlindən tuturduq, birimiz qaçırdıq qucağına. Əskəriyə gedən vaxtında Tumasatiyə getmişik ondan. Orada qurban kəsiblər. Ziyarətgaha gedib orada qurban kəsiblər. 4-5 yoldaşla bir də mən də onların yanında, yəni mən elə qucağında Tumasatiyə tək o qaldırır. Az qala bir igidin ömrünə bərabər zaman kəsiyinin o tərəfindən boylanan xatirələr indi neçə-neçə ürəyin yarasına su səpir. Məni ağladırdı, başımı qırxanda. İndi də bir balaca, yəni elə yenə də kövrəldim. Başımı qırxırdı, mən qoymurdum, deyirdim qırxma başımı. O da deyirdi ki, məktəb bağlanıb qırxmaq lazımdır. Elə qırxırdı, biraz onda ağlamışdım, indi də bir balaca o yadıma düşəndə kövrəlirəm. Ağlada başımı çox qırxıb. Əl maşını vardı, əl maşınkası ilə qırxırdı. Çox mehriban dayı olub da, yəni mən kaş onu çox görərdik də. Mən deyim ki, kaş yaşayardı, kaş onunla çox vaxt keçirə biləydik biz. Kaş. Çox şey öyrənmək olardı onunla. Mən çıxardı ağacın başına, deyirdi ki, orada meyvə yığ. O, məsəl üçün, hansı bir meyvəni yığanda uşaq idim, qucağında qaldırdı deyə çıx ağaca. Ermənilərin Qarabağda Azərbaycanlılara qarşı başladığı müharibənin gətirdiyi faciələr qapıları döyməyə başlayırdı artıq. Bizim son zəng 1991-ci ildə oldu, may ayında. O
O zaman həmin Qazanzəm postunda bizim sinif yoldaşımız vardı. Rəna xanım, Rəna Nəcəfova. Onun qardaşı həmin postda ermənilər vurmuşdu. Qazanzəm postunda ermənilər vurmuşdu. Bizim son zəngdə xəbər çatdı ki, Rənanın qardaşı şəhid olub. Sevdiyar idi, səhv eləmirəmsə adı. Nəcəfov Sevdiyar. Son zəng olmadı elə. Hamımız yığıldıq, getdik. Rəna xanımgilə Hikmətin motosikleti var idi. Motosikletlə bu kəndin o kəndin arasında məsafə hardasa 3-4 kilometrdir. Neçə dəfə gedib o yolu gedib dönürdü, kimsə aparırdı, kimsə gətirirdi. Düzdür, mən onunla 6-cı sinifdə mən Cəbrayıl rayonuna məktəbə, başqa məktəbə getdim oxumaq üçün, onunla ayrıldıq. Amma ona baxmayaraq biz ordu sıralarına daxil olanda Hikmət qardaşla yenidən görüşdük orada. Yəni orada bir briqadada ensaylı hərbi hissədə qulluq eləmişik. Cəbhə bölgəsində bir olmuşuq orduda. Bir rotada qulluq eləmişik. Artilleriya diviziyonunda. Hikmətlə eyni hərbi hissədə olsaq da, eyni döyüşlərdə olsaq da bir-birimizə rast gəlmirdik. Ona görə ki, yaralıları qəbul edirdik, yaralılarla, xəstələrlə məşğul olurduq. O yaralı olmayanlarla təmasımız olmurdu, görmürdüm onları. Bilirdim ki, ön cəbhədədirlər, döyüşürlər. Biz uşaqdıq, bizim kəndə çox şəhid gəldi. Bizim kənddən şəhidimiz çoxdur. Söyrabdır, Şərifdir, Vahiddir. Yəni bunlar şəhid olanda kətdə idik, hələ köçün düşməmişdik. Kətdə ilk şəhidlərdən biri olmuşdu. Adı Şərif idi, Allah ona rəhmət eləsin. O da qəhrəman şəhidlərimizdən biridir. Mən 1-ci sinifdə oxuyurdum onda. Birinci sinifdə idim elə kətdə. Tənəffüs vaxtı idi. Uşaqlarla oynayırdıq. Bir gördük ki, nəsə atışma səsi gəldi, bu avtomat səsi, güllə səsi. Qalxdıq ikinci mərtəbə gördük ki, həmin o şəhidin məzarının üstündə güllələr atışır, atırlar. Biraz vaxt keçdi. Gördüm, daim gəldi. Elə tənəffüs vaxtı idi. Daim gəldi, məni götürdü, müəllimdən icazə aldı, məni götürdü. Daim də hərbi formada bizi evə apardı. Məni də daha doğrusu evə apardı. Yolda onu soruşdum, nə atışmaydı dayı? Bəs dedi ki, biz şəhid olubdur. Biz onun məzarı başında silah atırıq, qorxmayın, heç bir şey yoxdur. Biz indi təsəlli verirdi də, hardasa ki, qorxulu bir şey yoxdur. İndi onun məzarı başında silah atmışıq biz. Bu da olmalıdır, belə şeylər deyirdi bizə. Son zəng sevinclərini şəhid xəbəri qaraya bükən məzunlar çox keçməyəcəkdi ki, silaha sarılıb doğma yurdlarının müdafiəsinə qoşulacaqdılar. Daha ağrılı, daha faciəli günlər isə irəlidə idi. Ondan postlarda çox olmuşuq, döyüşlərdə çox olmuşuq. Quşçularda olmuşuq, daş başında olmuşuq. Palyant postlarda olmuşuq. Günəşli postunda olmuşuq. Biz Səngərdəydik. Elə bir ki, ermənilər bizi görmüşlər, yerimizi təsbit etmişlər, belə deyək. Yəni, bu minatanla bizə atırdılar ki, bizi vurmaq üçün Səngəri. Hikmət bir orada gözəl bir söhbət etdiyindən söz işlətdi ki, dedi mənə gəl buradan çıxaq, bizi Səngərdə vuracaqlar. Elə bir ki, ona ayın olmuşdu da, biz oradan çıxdıq. Mina at düşdü bizim, belə də atılan mina düşdü bizim Səngərə. Əslində biz yəni irəli getməyə bizim icazəmiz yox idi, biz artilleriya idik. Biz əslində döyüş bölgəsində yerdə olmalıydıq. Biz hər zaman könüllü deyirlər, könüllü kim hücuma getmək istəyir, döyüşmək istəyir, irəli addımlasın. Yəni ən birinci Hikmət olurdu, mən olurdum. Bəzi yoldaşlar vardı, çox idi yoldaşlar. Yəni hücuma getmək üçün, erməni ilə vuruşmaq, döyüşmək üçün can atırdıq həmişə. Biz istirahətə gələndə, öz istirahət otağımıza gələndə həmişə çörək yeyən zaman öz yeməyini baxırdı ki, dostu, məsələn, belə deyək də, çörəkdən də əsgərik, az qalır orada. Kimi doyur, kimi doymur. O həmişə gözləyərdi ki, görürdü ki, kimsə yoldaşı
doymazsa öz yeməyin ona verərdi ki, bəs mən yemişəm, məndə azlığım yoxdur. Belə bir xasiyyəti vardı onun. Balyant postu vardı, yəni orada quşçular postu vardı. Ora getmişik ən birinci. Yəni komandir rotam olubdu, Hikmət olubdu. Bir də Anar adına bir əsgər yoldaşımız olubdu. 10 gün biz orada məsələn mühasirədə qalmışıq. Sonradan biz oradan çıxandan sonra Hikmət elə oldu ki, gəldi Sastımıza rayonda. Əmr gəldi ki, bəs arxa kəndləri alıblar. Oradan biz çəkildik, gəldik elə bir Çulludan keçdik. Çay Tumas tərəfdən çıxdıq öz kəndimizə ki, görək dedilər bəs kəndi zadı yandırıb eləyiblər də. Biz qayıtdıq, gəldik kəndə. Orada elə bir Hikmət getdi. Öz evlərinə sarı, biz öz evimizə sarı getdik. Sonra mənim atam yaralandığı üçün mən atam götürdüm gəldim Bakıya. Hikmətlə görüşəlmədik. Kənd alınandan sonra çox şey xəbərləri gəldi, çatdı bizə. İşğal zamanı hərəmiz bir rayona, hərəmiz bir bölgəyə, hərəmiz bir kəndə düşmüşdük. Bir-birimizdən xəbərimiz yox idi. İllər sonra, bəlkə də bir 6, 7, 10 ildən sonra bir xəbər tutduq ki, kim ölüb, kim qalıb, kim şəhid olub. Mən Hikmətlə bir də Bibiybətdə Ensaylı hərbi hissədə görüşdük orada. Oradan yenə görüşümüz orada oldu. Orada onu elə bir qeydiyyatda düşdü. Ağdam ərazisinə məni də Nizam poligonuna qeydiyyata saldılar. Cəbrayılın işğalından sonra 706 nömrəli hərbi hissənin tərkibində apardılar Ağdam bölgəsində. Mühasirə düşən zaman Ağdam ərazisində 2-3 nəfəri hardasa yaralı vəziyyətdə mühasirədən çıxarıb. Qaydanda erməni üzbəyəcəlində atışıblar. Elə bir bunun mağazin deyək də, yəni patronun daşında silah qutardığına görə elə biri yaxındaymış. Biz ona ştıknoş deyirik, amma belə də əsgər bıçağı ilə onu vurandan sonra o da bunu atıbdı. Qəhrəmancasına şəhid olubdu. Hikmətin komandiri əmin oğlu Arzu İbrahimov idi. O danışırdı. Bizim kənddən bir dənə də Cəbrayılov Vüqar Vəloğlu. Onunla eyni döyüşdə, eyni yerdə şəhid olmuşlar. Eyni yerdə də gəlib Şirvan şəhərində dəfn olublar. 93-cü ilin 30-31 dekabr xəbəri gəldi. Onda mənim 10 yaşıma keçmişdim də, 10 yaşım vardı. 10 yaşım vardı. O həmin gün bizim üçün çox ağır oldu. Uşaq da olsaq bizə çox təsir elədi. Biz Bakıda yaşayırdıq. Nənəmgil rayonda Sabirabadda yaşayırdılar. Sabirabadın Azad kənddə məktəbdə məskunlaşmışdılar. Həmin vaxtı mənim əmim də şəhid oldu. Şəhid olan vaxtında, yəni ailədə pərən-pərənçilik oldu da. Bilmədik, məsəl üçün, atam qardaşın dalınca getdi, anam öz qardaşı bilmirdik necə olsun. Onun şəhid olma xəbəri gələndə mənim anamın ah-naləsi həyatı boyu mənim yadımdan çıxmayacaq. Qulağım da bu günlərdə səslənir də bu ah-nalə. Fəxr edirəm ki, mənim Hikmət kimi dayım var. Elə bir şəhid. Şəhidin bacısı oğluyam. Mən çox üzüldüm eşidəndə ki, Hikmət şəhid olub. Çox üzdü bizi. Məsələn, indi o da yaşasaydı, onun da evlatları olardı, ailəsi olardı. Məhəmməd dayımın oğlu, onun adını Hikmət qoyublar, onun adını yaşadırlar. Elə dayımın özünə də oxşuyur. Mən elə bir ona baxdıqca öz dayımı xatırlayıram. Yəni elə ona dayı da deyirəm. Düzdür, uşaq da olsa, yəni adına görə, yəni dayı deyirəm. Lətifov Ramiz Mahmudoğlu 17 fevral 1974-cü ildə Cəbrayılın Dağtumas Sovetliyinin Qazanzəmi kəndində anadan olub. 1981-84-cü illərdə Qazanzəmi kənd İbtidai sinif məktəbini, 1985-1991-ci illərdə isə Dağtumas Sovetliyinin Yeni kənd orta məktəbini bitirib. 1991-ci ildə Sumqayıt Politexnik Texnikumuna qəbul olur. 1992-ci ilin sentyabr ayında Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılan Ramiz Şuşa və Kəlbəcərdə xidmət edir. Şuşanın işğalından sonra Murov dağına göndərilir və orada xidməti tapşırığı yerinə yetirdiyi zaman qar uçqununa düşərək ağır xəsarət alır. Göyçay rayon xəstəxanasına təxliyə edilən Ramiz Lətifov bir ay müalicədən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmaq istəsə də bu mümkün olmur.
Müalicəsini davam etdirmək üçün evə buraxılan gənc döyüşçü tam sağaldıqdan sonra Cəbrayıl rayon hərbi komissarlığına gedir və xidmətini davam etdirmək istədiyini deyir. O, əvvəlcə Pirəküşgüldəki hərbi hissənin təlim poligonuna, oradan isə Füzuli istiqamətində döyüşə göndərilir. 1994-cü il yanvar ayının 1-də başlayan Horadiz əməliyyatı zamanı Füzulinin Arazboyu kəndlərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir. Sumqayıtdan olan həm əskər, həm də tələbə yoldaşı Amil İşxəliyev 10 yanvar 1994-cü ildə Füzulinin Aşağı Əbdürrahmanlı kəndində gedən döyüşdə ağır yaralanır. Ramiz yaralı dostunu döyüş meydanından çıxarmağa çalışsa da buna nail ola bilmir və özü də ağır yaralanır. Bu iki dostun əsir düşməsi və ya şəhid olması haqqında müxtəlif informasiyalar dolaşsa da, bugünə qədər onların taleyindən heç bir xəbər yoxdur. Ramiz və dostu Amilə şəhid statusu verildi. Uşaqlarımın hamısı yaxşı idi, o hamısından da yaxşı idi. Sərbəst, sakit. Həmişə amma bir xəsiyyəti var idi. Öz dediyin xoşlayardı ki, öz dediyi olsun. Məndən balaca idi. Özüm yedizdirmişəm, içizdirmişəm, məktəbə yola salmışam. Ondan qarşılamışam. Mən biraz çılğın olmuşam, o sakit olub. Həmişə dalaşmışıq. Nə isə üstündə, nə bilim, uşaqlıq həyatıdır da. Hər bir uşaqlıq həyatı sürən uşaqlar kimi bizim də həyatımız olub. Dalaşırıq da, barışırıq da. Bir yerə gedirdi, dalınca ağlayırdım ki, məni də apar. Mən ondan balaca idim də 2 yaş. Nə bilim, nə isə evdə bir şey götürürdüm, məsəl üçün deyirdim, vermə, belə bir şeyin üstə dalaşırdı. Yaxşı oxuyurdu. Qazancəmi 8 illik qutardı, gəldi Maşanlı kəndi var orada 10 illik oxudu. Bizim kənddə orta məktəbimiz ibtidai sinif idi də, 4 illik ibtidai sinif məktəbidir. Oradan sonra biz gəldik 3 kilometrə yaxında Qazancəmi kəndinə, orada təhsilimizi davam elətdirdik. Ramiz qardaşımla orada tanış oldu. Heç bilmirdim ki, Ramizlə mənim qohumluq əlaqəm var. 7-ci sinifdə biz özümüzü dərk eləyənə, yaxın vaxtlar, puxtələşənə və yaxın vaxtlar mən bildim ki, Ramizlə mənim həm də qohumluq əlaqəm var. Sakit idi, təvəzzükar idi. Sinifdə əlac şagirdlərdən idi. Bizdə Məhəmməd adlı oğlan vardı, o da eyni kənddən gəlirdilər. İkisi bir oxuyurdular. Ramizdə bir xasiyyət vardı ki, daha doğrusu xüsusiyyət vardı ki, hamını güldürərdi, amma onun heç belə təbəssüm də olmazdı onun üzünə. Amma ki, dediyi sözdən, dediyi ya lətifədən, elədiyi mizahdan hamımız gülərdik, səsli gülərdik, amma heç təbəssüm də eləməzdi. 6 qız, 6 oğlan idik də sinifimizdə. Ramiz həqiqi mənada tərifli qardaşlardan biri idi. Sinifdə öz xasiyyəti ilə, öz mərfəti ilə, öz nətər deyim belə istiqanlılığı ilə, mədəniyyəti ilə, tərbiyəsi ilə seçilmiş bir sinif yoldaşımız olub. Təbiəti ağır uşağı idi. Yəni çox danışmazdı. Hər şeyə gülməzdi, danışmazdı, hər şeyin yerini bilirdi. Təhliyi sevirdi ki, təhlikdə olsun. Musiqini çox sevirdi. Oxumağı çox sevirdi. Hələ yeniyetməlik dövründən Ramiz özünün tərbiyəsi, bilik və bacarıqları ilə yanaşı istedadı ilə də həmişə diqqət mərkəzində olardı. Biz hardasa 8-ci sinifdə, 7-də, 8-də oxuyanda bizim bir müəllimimiz var idi, Sabir müəllim, indi yaşayır, Allah can sağlıq versin. Mənim ilk səsimin bizdə biraz özümüzü tanıyanda biraz fitri istedad üzə çıxdı da. Sabir müəllim bizim səsimizi icad elədi ki, bizdə yəni səsimiz var, biz oxuya bilərik, mahnılar, tədbirlərdə iştirak edə bilərik. Ramizin insanlığından əlavə bir tərbiyəli bir övlad olmanın, onda bir fitri istedad vardır. Yaxşı gitara çalırdı. Yaxşı gitara çalırdı, gitarıya həvəsi var idi. Sabir müəllim bizi tədbirə hazırlaşdırırdı. Qazancəmidə bizim Qurban müəllimimiz var idi, Allah rəhmət eləsin. Vaqif dramını hazırlayırdıq. Orada Qacar rolunu oynayanlar var idi. Onun vəzirin, Əli qardaşım, Sərdar qardaşım, nəsə orada xanəndə roluma həvalə olunmuşdu. Orada bir çox uşaqlar o tədbirdə iştirak edir. Ramiz qardaşımla
Alma almaya bənzər xalq mahnısı Sabir müəllim vermişdi. Oxuyurdu. Özünün gitarası var idi. Hələ birində deyim belə zad çıxsın. Birində məni o qədər əsəbləşdirmişdi bu qardaşı ilə. Vurdum başlarında sındırdım, ikincini aldılar. Hələ həvəsi var idi gitarıya. Ramizin o qədər gözəl səsi var idi ki, mülayim, həzin bir səsi var idi onda. Klubda konsert verilirdi. Orada söylədi. Mənə dedi ki, sən gəlib orada otursan, mən söyləməyəcəm. Dedim, Allah haqqı gəlib, özdə qabaqda oturacağım. Bəs mən sənin ananam. Dedi ki, yox, sən orada otursan, mən utanırım, söyləyeməyəcəm. Getdim, oturdum qabaqda, məktəbdən. Müəllim gətirəndə gördü, oturmuşam orada. İstədi çəkilsin, müəllim qoymadı. Alma almaya bənzər mahnısını oxudu. O mahnını nə bilim elə gözəl ifa eləyirdi ki, elə gözəl oxuyurdu ki, bəlkə də indiki vallahi Ramiz sağ olsaydı, bəlkə də indiki o sənətkarlar var, onu Ramiz qədər oxuya bilməzlər. Orta məktəbi bitirən Ramiz təhsilini davam etdirmək üçün doğma kəndindən ayrılmalı olur. Amma o bilmirdi ki, qarşıda daha çətin sınaqlar onu gözləyir. Tələbəliyini yarımçıq qoyub ən amansız döyüşlərdən keçməli olacaq. Ramizi getdim Sumqayıta, avtonəqliyyatın politexnikinə qoydum. 1991-ci sentyabr ayında. Yaşı artıq əskərliyə uyğun olduğu üçün əskəriyə çağırdılar Sumqayıtdan. Sumqayıt Hərbi Komissarlığından apardılar. Getdi Salyana. Salyandan təbii ki, bölündülər cəbhə bölgələrinə. Ramizi oradan göndərdilər Kəlbəcərə. Murova gedir. Murovdan da gəlir Kəlbəcər Laçına. Laçında döyüş gedir. Bundan çıxırlar, Kəlbəcər üzə çıxır. Bu tərəfi də Ağdam üzə çıxır, Laçının dağlarından. O vaxt çox çətin idi əlaqə saxlamaq. Bir müddətdən sonra xəbər gəldi ki, yaralanıbdır. Göyçəyə xəstəxanaya gətirdilər. Orada qospital idi, yoxsa xəstəxana idi, yadından çıxıbdır. Bir müddət yatdı orada, müalicə aldı. Göyçək xəstəxanasına gətirəndə o elə vəziyyətdə idi ki, onların tanınmalısı yox idi. Mən qabağa baxıram ki, yəqin ki, içəridə xəstə yaralıdır. Bir də gördüm, o məni qucaqladı. Nənə, buradayam, hara baxırsan? Nənə deyirdi bana. 12 nəfər yaralanıbdır. Gətiriblər Göyçaya. Dedim, həkim biz yazaq olar ki, elə yaparım anası. Görsün yazsın. Dedi, ərzəylə götürmüşəm. Bunu sağaldıb, verəcəm Salyanski qazarmaya. Göndərdilər Bakıya. Salyanski kazarma deyirdilər o vaxtı. Göndərdilər ora. Orada təxminən bir ay zad qalandan sonra mən görüşürdük, burada artıq görüşürdük, buradan buraxırdılar, Evəzada buraxırdılar, görüşürdük. Dostları gəlmişdi, cəhbə yoldaşları. O vaxt Murovda yaralanan uşaqlar. Üçü də eyni boyda idi, eyni təvəllüd. Birinci mərtəbədə söhbət edirdik, dedim sizi bir-bir qaldıracam ikinci mərtəbəyə. İkisini qaldırdım. Rəhmətlik Qurban var idi, Qubadlıdan, Allah rəhmət eləsin. İkisini qaldırdım, o biri razılaşmadı, Amil. O da itkin düşdü. Gəldi bura, burada da saxlaya bilmədim. Dedi ki, o Şuşadakı qız gəlin vertolyota yığışanda, o evlərin üstünü vertolyotla götürəndə mən orada olmuşam. Mən dura bilmərəm. Mən qız deyiləm ki, oturum evdə. Ramizi buradan götürdüm, özüm apardım Cəbrayıl rayonuna, Qazanzəmi kəndinə, öz kəndimizə. Artıq öz kəndimizdə demək olar ki, erməni kəndləri ilə həm sərhəd idik. Eyni hərbi hissədə xidmət etmişik. Ramiz də Cəbrayılın işğalında baxdı, hücumlar baxdı, sonra Dağtumasa hücumlar baxdı. Cəbrayılın bir-iki dəfə hərbi hissədə gördüm, hərbi formada döyüşə tam hazır vəziyyətdə gedərkən gördüm. Salamlaşırdıq, hal-əhval tuturduq. Həmişə deyirdi ki, qorxmursan, sən bu boyda hərbi hissədə tək
bir-iki nəfər qızsınız, qorxmusunuz? Mən də deyirdim ki, yox, burada nə qədər gör qohumlarım var, nə qədər burada Cəbrayıllı olanlar var. Cəbrayıl rayonu alınana qədər orada xidmət elədi, rayonlar alındı. Qaşqınçılıq, saat bütün batalyon dağıldı, pərəmpərənlik, hərə düşdü bir dəriyə. Hər kəs bir-birini itirdi. İştirakçısı olduğu döyüşlərdə dəfələrlə ölümlə üz-üzə gələn bu gənc oğlan özünü vətən qarşısında borcunu tam ödəməmiş hesab edir. Rahatlıq tapa bilmir. Can atdığı yeganə ünvan Səngər olur. Ramizin Kəlbəcərdə döyüşdüyü uşaqlardan bir batalyondan 8 nəfər qalmışdı o vaxtı. Komandir batalyon və 7 nəfər də əsgərlər. Cəbrayıl alınandan sonra artıq onlar burada Sumqayıtda təsadüfən bir-birini tapmışdılar. Həmin o sağ qalan uşaqlar, Kəlbəcər batalyonundan qalmış uşaqlar bir-birini burada tapmışdılar. Bir-birini tapandan sonra artıq öz aralarında məsləhətləşiblər ki, yenidən könüllü olaraq fərqi yoxdur. Hansı batalyon olur olsun, hara olur olsun, könüllü olaraq təzədən yenidən müharibəyə qayıtmaq. Yenə də Sumqayıt batalyonu burada yaranır. Sumqayıt batalyonu ilə bir daha qayıdır Füzuli bölgəsinə. Horadiz əks hücum əməliyyatı zamanı demək 1993-cü ilin dekabrın 25-də bütün hamı cəmləşdi. Artıq hərbi plan hazırlanırdı, əks hücum əməliyyatı hazırlanırdı. Ordu tam hazır vəziyyətdə o ətrafdaydı, Füzuli istiqamətindəydi. Mən onu gördüm, təxmini dekabr ayının 27-28-30 belə olardı. Bir-birimizə uğurlar dilədik, bir-birimizə qorxmayı heç nə olmaz, yenə də yaxşı olacaq. Artıq bu hücumdan sonra biz kəndə gedəcəyik. Hamımız köçkün düşəndə elə bilirdik ki, bir neçə aydan sonra artıq kəndimizə gedəcəyik. Torpaqlarımız işğaldan azad olacaq, öz kəndimizə gedəcəyik. Bir zarafat elədi ki, kəndə getməsən, əgər mənə dedi ki, əgər sənə bir şey olsa, kəndə getməsən, səni sürtləyə-sürtləyə aparıb orada bastıracaq. Füzuli rayonunun Əbdurrahmanlı kəndi bunların son döyüş bölgəsi olubdu. Yanvarın 10-da xəbər gəldi ki, uşaqlar yoxdur. Füzulinin aşağı Əbdurrahmanlı kəndi 3-2 mərtəbəli binada güya olublar. Bir də 25 nəfər Füzulinin Qızıl Qayası deyirlər. Oradan eyni gecədə, eyni vaxtda 25 nəfər də oradan yoxa çıxıb. Əks hücum əməliyyatı başladı yanvar ayının 1-i, ikisi hücum əməliyyatı başladı. Hücum əməliyyatı zamanı Ramiz dedilər yaralanıb və itkin düşüb, döyüşlərdə itkin düşüb. Sağ ondan sonra nə Ramiz gördüm, nə xatirəsini gördüm, nə özünü gördüm. O 26 nəfərdən əsər əlamət olunmadı. Gəldim bizim öz rəisimizin yanına, Cəbrayıla. Dedi, Yerevanla danışırsan, alın verim, amma o batalyon ala bilmirik, batalyonu tapırıq, yoxdur. Əsgər yoldaşlarının birinin təsadüfən bir söhbətində gəldim, çıxdım, elə söhbət elədikləri yerdə. Dedi, Ramiz həmin Kəlbəcər uşaqlarından, Kəlbəcərdə vuruşduğu uşaqlarından biri Sumqayıtdan olan Amillə bir yerdə. Amil deyir, kürəyindən yaralanmışdı, qəlpə yarası almışdı. Amil tərpənə bilmirdi. Amili sürüyürdü yerdə ki, döyüş bölgəsindən çıxarsın. Təbii ki, o yerdə sürməklə ordu gəlir, Rus ordusu, Erməni ordusu, o dövrün ən müasir texnologiyası, tankları, BMP-ləri. Bizdə də nizami ordu yox idi. Təbii ki, bunu hamıya bəllidir, pərəmpərənlik idi. Deyir, çox elədik ki, Ramiz apara bilməyik də bunu. Hətta 4 nəfər də olsaq, 6 nəfər də olsaq bunu apara bilməyik də. Yəni, vaxt baxımından mümkün deyil bunu çıxartmaq bu bölgədən. Deyir, Ramizin son sözü oldu ki, çıxarsam çıxardacam, çıxartmasam oturacam yanında. Hansı kənd işğaldan azad olunurdusa, bizim Səhra Hospitalı irəliləyə həmin kəndlərdən gedirdik. Biz
Əhmədbəylidən gəldik Araz Yağlavəndi kəndinə. Şəhidlərimiz çox idi, itkinlərimiz çox idi, yaralılarımız daha çox idi. Sumqayıtdan bir yoldaşım vardı. Onun da balası itkin düşdü mənim oğlumla bir yerdə. Getdik Müdafiə Nazirinə, plan qaldıq, getdik Cəfiyəyə. Meyitlər gəlir, bir gəlir, xəbər gəldi və falan yoxdur. Bir belə adamımız yoxdur. Horadiz əməliyyatı zamanı bizim kənddən hamı oradaydı demək olar ki. Bir neçə adam, məsələn, Vüqarıdır, sonra Hikmət idi və bir neçəsi əmin oğlu Arzuydu. Onların bir neçəsi Ağdam istiqamətində döyüşürdü. Amma böyük əksəriyyəti Horadiz əməliyyatında oldu. Mənim dayımın oğlanları oradaydı. Qəmbər idi, Əziz idi, Yaqub idi, İsmail idi. Dayımın oğlanları oradaydı. Savalan idi. Onlarla bir yerdə idi. Məsələn, Qəmbər dedi ki, dayımın oğlu ki, Ramiz bizlə bir yerdə idi. Qurban dedi ki, dayımın oğlu Ramiz bizlə bir yerdə idi. Ramiz balaca vaxtı oduna gedirdi, meşiyə oduna gedir. Əmisi oğlu ilə. Bu barmağı yox idi, kəsmişdi. Balta kəsmişdi, bax bu barmağı. 90 dənə, 100 dənə tabutun ağzını açmışıq, yoxlamışıq, görmüşük. Bu da yox. Biri dedi yaralanıbdı, əsir düşübdü. Biri dedi ki, yox, orada şəhid olanda bizim yanımızda olub. Biri dedi ki, nə yaraların içində deyildi, nə şəhid olanların içində deyildi. Sağ-salamat gəlmişdi. Biri dedi ki, yox, elə ermənilər diri-diri tutub aparıb. Hər görən bir söz dedi. Dəqiq bir məlumatı olan olmadı. Ölüm-dirim savaşına yola düşəndə Ramiz bir qıza könül verib gedir. Ancaq bu barədə ata-anasına deməyə cürət eləmir. Mənə deməmişdi, gedib xala, mənim bacıma demişdi ki, xala, geçsinlər, nişan qoysunlar. Bacım gəlib dedi, Mahmud ağladı, dedi ki, mənim balam bilmir hara gedir. Mən onu eləyə bilmərəm. Sonra mən özüm xəlvət dedim ki, bala, get Allah qoysa qayıt gəl, ondan sonra hər şey yaxşı olacaq. Doğmaları ilə son görüşdən sonra bir daha geri qayıtmayan Ramizi hamının göz axtarmağa başlayır. 26'larda gördüm bir oğlan gedir. Elə bildim özüdür kopya. Tez-tez dirək getdim. Belə əyildim, baxdım, gördüm yox. Bu deyil. Bir dəfə də bura gələndən sonra əskər gedirdi buraya ilə 2 dənə. Onun biri elə bildim ki, odur. 2 dəfə allanmışam ki, odur. Amma yoxdur. İllərlə oğlunun yolunu gözləyən anası Ramizi heç olmaya yuxuda da görməklə ürəyinin yarasına su səpməyi arzulasa da, geridə qalan 33 ildə röyası cəmi 2 dəfə Ramizin görüntüsü ilə nurlana bilib. Yuxularıma çətin gəlib. Bir dəfə ona pul veriləndə gəlib. O mənim dizimlə tutub, qıçalarımla tutub məndən üzr istəyib. Ki, ana, nənə, sənə çox əziyyət verdim, mən üzr istəyirəm səndən. Qollarından tutub durğuzmuşam ki, sən mənə əziyyət verməmsən, məndən niyə üzr istəyirsən ki sən? Gecə yatdım, gördüm bir dənə ağsaqqal kişidir. Amma sifətim mənə göstərmir. Deyir ki, Ramizi görmək istəyirsən? Deyirəm, hə. Evini də görmək istəyirsən? Dedim, hə. Düşdü qabağıma, yeraltı evlərdi, məni apardı. Getdik, mən də bunun arxasınca. Getdim, gördüm bir dənə, bax, bu evin yarısınca bir dənə otaqdır, balaca. Ortada bir balaca stol var, qabaq stolu. Böyründə də 4 dənə oturacaq. Deyirəm, bəs Ramiz hanı? Deyir ki, Ramiz kuxnudan çay gətirir. Bir də baxdım ki, bu dənizdə soldatlar paltar yeymir. Həmən paltardan əynində, əlində padunuz, çay yətdi, qoydu stola. Amma ev o qədərə gözəldir, o qədərə gözəldir. Hələ mən ömrümdə o fason gözəllikdə ev görməmişəm. Ona baxdım, o da mənə. Heç nə, o məni qucaqlamadı, nə də mən onu. Həmən məni aparan kişi dedi ki, gördü. Dedim, hə, gördüm. Ta ondan sonra kişi də yuxumda yoxa çıxdı. Ta ondan sonra yuxu görmürəm. Görməmişəm tabii.
31 ildir doğmalarının gözü yollardan yığılmır. Bir gün onun qaraltısının üfüqlərdə görünəcəyinə olan ümid bu illər ərzində bir anda olsa öləzəməyib. Öz yolunu gözlədiyimizə görə heç birimiz onun adını qoymamışıq uşaqları. Nə böyük qardaşım, nə bacım, nə mən, nə əmi uşaqları, heç birimiz. Hələ gözüm yoldadır ki, bəlkə də Rabbi sağdır. Qardaşım heç vaxt yaddan çıxmır. Həmişə xatirəmizdə qalacaq ölənə kimi. Çox çətindir. Yol gözləmək lap çətindir. Yatıram, yönümü divara sarı çevirəndə elə bilirəm ki, gəlib duracaq arxamda. Tez dönürəm bu tərəfə ki, gələr birdən görmərəm. Amma yoxdur. Atamla anam nə qədər yol gözləyir, mən də o qədər gözləyirəm. Çox çətin. Allahdan arz eləyirəm ki, onun elə sümüyünü tapıb gözüm yolundan kasılsın. Bütün itkinlərimizin sağsa sağ, ölüysə ölü, bizdə nişanasın, çatdısın bizə, bizim də gözümüz yoldan yığılsın. Şükürov Namiq Məhəmmədoğlu 13 iyul 1974-cü ildə Cəbrayıl rayonu Dağtumas Sovetliyinin Günbəz kəndində anadan olub. 1981-1989-cu illərdə Günbəz kənd Natamam orta məktəbini, 1989-1991-ci illərdə isə Dağtumas Sovetliyinin Yeni kənd orta məktəbini bitirib. 1993-cü ildə Bakı Məişət Xidməti Texnikumunu bitirib. Səhhəti ilə bağlı hərbi xidmətə çağırılmayan Namiq günlərini daha çox hərbi xidmətdə olan dostlarının yanında keçirir. Hərbi hissələrə lazım olan yardımların yerinə yetirilməsində əlindən gələn əsirgəmir. Cəbrayıl rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə Füzulinin Arayatılı kəndində məskunlaşırlar. Namiq hər gün atını ərzaqla və əskərlərə lazım olan ləvazimatlarla yükləyib hərbi hissələrə gedir. Yeri gələndə isə silah-sursat daşıyır. Özünü hərbi xidmətə yararsız bilsələr də, vaxtını həmişə əskərlikdə olan dostları ilə keçirir. Dəfələrlə Bakı və Sumqayıtdan iş təklifi alsa da, hamısından imtina eləyir. Arayatılıda ata-anasının yanında qalmağı və hərbçi dostlarından ayrılmamağı seçir. 1997-ci il yanvar ayının 13-də növbəti dəfə hərbçilərə yardım etdiyi zaman hərbi hissə yaxınlığında minya düşərək şəhadətə ucalır. Tumas dağının ətəklərində boya başa çatan vətən sevdalı oğullardan biri də Şükürov Namiq Məhəmmədoğludur. O ailəsinin son beşiyi, doğmalarının ən böyük sevinç payı idi. O bu kənddə, bu evdə böyüyübdü, boya başa çatıbdı. 6 qızdan sonra dünyaya gəlmişdi. Çox hamımızın, nəinki ailəmizin, qohumların, mən dərdim bütün kəndin bir istəkli bir evlad idi. Məndən böyük 2 bacım, bir qardaşım vardı. Ailədə 4-cü uşaq mən idim. O elə bir 8-ci uşaqdı. Bizim, yəni qardaşımıza qardaş deyəsi o qədər dualar eləyirdik ki, qardaşımızın qardaşı olsun, bizim ikinci qardaşımız olsun. Mən onlara gələndə onun 4 yaşı vardı. 50 ildir, 50 il az qalıb mən onlardayam. Mən onu heç vaxt qaynım hesablamamışam. Həmişə öpmüşümüz var. Onun da çox ağsaqqal vardı da, babası vardı, babasının dədəsi vardı, mənim yoldaşım vardı. O, mən elə bilirdim, onun hamısından ağsaqqalı oydu. Çox səmimi, biraz da belə utancaqdı, nətər utancaqdı, böyük-kiçik yeri bilən. Ailədə hamımızdan balaca olsa da biz onu elə bil sirdaşımız kimi, qardaşımız kimi hər sözümüzü, sirrimizi deyə bilirdik. Çox qayğı keçirdik, hər bir kəsə laqeydliyi yox idi. 1-ci sinifdən 11-ci sinifə qədər eyni sinifdə oxumuşuq. Günbəz kənd orta məktəbini bitirmişik, sonra Yenikənd kənd orta məktəbini. 11-ci sinifdə orada oxumuşuq. Namiq Əziz Ərkövün çox sevilən bir uşaq idi ailəsi tərəfindən. Hər gün onun bacıları bir-bir məktəbə aparardılar, gətirərdilər. Çox səliqəli, sonra mədəniyyətli, tərbiyəli uşaq idi.
Böyüklərlə otururdu, böyüklərlə dururdu, belə özündən böyük uşaqlarla. Namiq ilə birinci sinifdə gedəndə bir partada otururduq, eynisi yan-yana otururduq. Dərsin yaxşı oxuyan uşağıdır. Hər dərsdə fərqlənirdi. Aramızda 10 yaş fərq var. 74 əmim Namiqdir, 84-də mənəm. O sağlığında da mən onu o qədər səmimi, qardaş, yaxındır ki, mən onun sağlığında əmi deməmişəm ona. Elə adını demişəm. Hər dəfə Namiqdən söz düşəndə xatirələr onu tanıyanların düşüncələrində kədərli bir təbəssümlə canlanır. Sakit duran şey deyildi o. Onun başında balaca vaxtı hələ 10-12 yaşında olanda başında 38 dənə çapıq vardı. Başın qırxanda o çapıqların hamısı görsənirdi. Bizim sinifin uşaqları çox dəcəl idilər. Rövşən vardı, Təyyar vardı, sonra Məqsəd, Muxtar. Bunlar tənəffüsdə o 5 dəqiqəlik, böyük tənəffüslərdə 15 dəqiqəlik olur. Həmin tənəffüslər vaxtı o məktəbin həyətinin ətrafını altın üstünə gətirib sakitcə gəlib oturardılar. Bir gün nərsi Muxtar vardı bizdə, o dərsin bilmirdi, müəllim çıxartmışdı dərs danışmağı. Namiq də çalışırdı ki, ona nəsə bir yerdən nəsə desin, nəsə işarələrlə, nəsə bir sözlərlə başa salsın ki, söhbət nədən gedir, harada biologiya dərsi idi. Muxtar da görünür ki, heç bir şey oxumamışdı. Müəllim gördü ki, bizdə Arif müəllim, gördü ki, Namiq ona yerdən işarələr verir, nəsə göstərmək istəyir dəftərdən, kitabdan. Elə gəldi ki, Namiqin üstündəki Namiqi bir cəzalandıra qulağını çəkə. Muxtar qapı açıq idi, qaçdı, çıxdı getdi. Bir həftə məktəbə gəlmədim. Hər o Muxtar məktəbə gəlməyəndə də Namiq danlanırdı ki, sən elədin onu belə məktəbdən aralı qalmaq. Məktəbdən gələndə sumkamı götürüb qaçardı. Çox mehribandı, çox mehribandı. Çox danışıb gülənidir, çox həddindən çox. Amma elə bil məni görəndə hələ şiddik gülmürdü. Elə bilirdi, nə bilim, nənəsiyəmmi, anasıyəmmi, nəysə. Mənim yanımda bu uşaqlar deyirəm, amma o qədər danışıb gülürdük. Deyirəm, valla nə bilim, mən onu həmişə bir ağsaqqal yanı bir adam hiss eləmişəm ki, bunun yanında qəti şiddik olmaz. Evlərində ya oğlanların yanında çox dəcəl olsa da, sözünü bilərdi, hərəkətini bilərdi. Qızların yanında, sonra küçədə gedəndə, toyda bir dəfə başını qaldırmazdı, bir artıq söz deməzdi, nə bilim, kimsə xətrinə dəyməzdi. Ancaq oğlanların yanında olanda çox dəcəl idi, dəcəllik eləyirdi. Nə qədər əsəb olur olsun, o əsəbləşən vaxtı da o hissi sözü elə deyirdi, adamın özünə gülməli gəlirdi. Amma əsəbi də ha, o sözü elə deyir ki, gülürsən. Qış günlərində bizim kənddə çox şaxtalı qarlar olardı, belə yerdə buz bağlayardı həmişə. Küçə qapısı, məktəbin küçə qapısı vardı, buradan girəndə darvazası. Erkən gələrdilər bir neçə uşaqla, həmin o yerləri su tökərdilər, buz eləyərdilər ki, kimsə gəlib buradan gecəndə yıxılsın, ya ayağı sürüsün, onlar da bir gülsünlər. O dəcəlliyi var idi. Bura qaçqınçılıq gələndən sonra elə bir pərəndə düşdükdə onlar getdi, ora qaldı mənim yanımda. Mən istəyirdim o içdiyim bir içim suyu da ona yanaşan ki, Namiq bunu mən içirəm. Bax, hələ o formu mən onu əzizləyirdim, mən onu sayırdım. Burada anam gildən qalırdı, mən babam gildən qalırdım. Elə bir yer dəyişikliyi olmuşdu. O belə bir şeydi, mən babam gildən qalırdım, o burada atamla qalırdı. Motosikletə yoncanı biçib yığmışdıq, bu yerində deyə bilərəm, kəhriz deyilən yerdə. Nə tər elədisə, mən elə bir tərpənəndə o motosikletin üstündən düşdüm yerə. Onu özü də rəhmətli həmişə onu deyib gülürdü ki, belə bir şey oldu. İstəməzdi bir adamın qarışqasını ayaqlaya, toyuğuna daş atar. Başqasına bir haqsız iş olsa, özün ondan qabaq o deyərdi ki, bu sən düz danışmırsan, bu düz deyir, belə olmalı. Bizim o fermada olurduq da, bir 3 il orada qaldıq. Orada bir qohumumuz vardı. Ona o fermanın zootexnik idi.
O uşağı bel eləmişdi əli ilə o oğlana. Traktoru söymüşdü. Əli mazotlu idi. O da ağappaq geyinib. Setkanın başına da tər tulladı reşotkanı. Onun əynində paltarı oldu, qapqara mazot. Sən niyə mənim qohumuma bel eləmsən ki, hənə dur. Tərbiyəsi, təhsili, davranışları ilə hamının sevimlisi olan bu gənc oğlan məktəbin tədbirlərində də yaxından iştirak edir, dərsdənkənar məşğələlərə həvəs göstərirdi. Bizim tarix müəllimimiz vardı, tarix coğrafiya müəllimimiz vardı, Nəzərxan müəllim. Nəzərxan müəllimin şahmat məşğələsi vardı, o başçılıq edirdi, o rəhbəri o idi. Həmin məşğələyə də qoşulmuşdu Namiq, çox aktiv uşaqdır. Musiqiyə marağı çox idi. Qarmon ifa eləyirdi. Məktəbimiz evimizə çox yaxın idi, orta məktəb. Yaxşı oxuyurdu, yaxşı şahmat oynayırdı. Şahmat məşğələləri idi, musiqi məşğələləri idi, orada çox aktiv idi. Qarmonu var idi, qarmon öyrənirdi. Özü çox da hündürboy oğlan deyildi, balaca boydu. Qarmonu amma ki, ona o qədər yaraşırdı ki, qəşəng də ifa eləyirdi. Məktəbin şənlikləri olurdu, bayramları olurdu. Sonra poeziya gecələri olurdu. Orada musiqi ifadəsi kimi həmişə iştirak edirdi. Çox gözəl qarmon çalırdı. Çox vaxt anamansın çalardı qarmonda. Bir dənə də bir özəlliyi vardı ki, şahmatla məşğul olurdu. Rayon üzrə birinci yerə çıxmışdı. Gözəl ifa etdiyi ən gözəl mahnısı da Sarı Köynək idi. Çox qəşəng salırdı Sarı Köynəyi, bir də xatırlamıram. İxtisası mühasib idi, mühasibliyi qurtarmışdı. Şərəf zavodunda götürürdülər. Bütün bu xoşbəxt günlərin üstünə öz kölgəsini sərən müharibə adlı kabus evləri xarabaya çevirməkdən əl çəkmir. İnsanları yurd yuvalarından didərgin salmağa davam edirdi. Bir-birimizdən aralı düşdük. Axırıncı dəfə kənddə qardaşım çıxdı. Evimizdən qardaşım çıxdı. Gəlib nağıl eləyirdi ki, evimizi bağladım. Çıxdım. 93-cü ildə avqustun 23-ü kətdən çıxanda ən axırdan kətdən çıxanlardan biri olubdu. Qalıb yolda, gələ bilməyib, yolu kəsiblər, bağlayıblar. Ondan sonra anama xəbər gəlib ki, gəlir, arxadan gəlir. Kənddən çıxanda elə bil atamın traktorunu sürürdü. Traktor 5 metr məsafə aralaşmamışdı, həmən yerdə toz dumana qarışdı. Yəni həmən yeri vurdular. Atdılar, indi qorxuzmaq üçün, vurmaq üçün. Gec çatdı, anam elə onda travma aldı. Sağlamlığı üzündən hərbi xidmətə aparılmasa da, Namiq səngərlərdən çəkilmir, hərbiçi dostlarından aralanmır. Dostları müharibədə idi, deyən onlardan nəyrahatdı. Daimi zikri müharibə idi, o da şəhidlik ona qismət oldu. Düşdüm minaya, bizə ölüm xəbəri vermədilər. Dedilər, yaralıdır. Nemətinə getmişdik şəhərə. Yanvar ayının 7-si, 8-i olardı, bəlkə də 9-u, 10-u bil olardı. Getdik şəhərə. Baldızımgilə, Nemət qaldı, Baldızımgildə mən getdim qardaşımgilə. Təzəcə oturmuşduq, o biri qardaşımın birinə getmişdik. El onda gördüm, o baldızımın yoldaşı fərək girdi içəri. Az sən axtarım, tapıram, kim telefon yoxdur, zəng elə xərdasın. Qalxdım, qaçaysan Allah nədir, dedi ki, bilmirəm nədir. Deyirlər ki, Fatma tez qayıtsın kəndə. Ay Allah, necə gəlmişim, nətər qayıdım, getdik, gördük, nə nalıq, nə gəzir, nalıq elə ortalıqdadır. Qapıya çatanda dünya başına dar oldu. Biz gedib çatanda gördük ki, şəhid olubdu. Həmin gün mənim həyatımın elə bil onun ölümü heç vaxt yadımdan çıxmaz, çünki heç ağlıma gəlməzdi ki, doğrudan da o elə bir ölüm qismət olsun ona. Namiqin şəhid olması xəbəri. Təkcə məni yox, bütün kəndi sarmışdı. Belə deyək də, əsl lazım olan vaxtı həlak oldu. Onun elə faciəli ölümü mənə çox pis təsir elədi. Hamıya, qardaşa, bacıya, o arxa, kömək bir yana, elə bil mənə ən böyük zərbə mən hələ də
Elə bilirəm bircə maddə idi. Allahımdan o qədər razıydım onun dünyaya gəlməsi. Yəni nə qədər çox sevinmişdiksə, elə bil onun ölümü də bizə o qədər çox ağır oldu. Əmi deyən vaxtı, qardaş deyən vaxtı, arxa olan vaxtı və yaxud nəysə ürgənməli vaxtımda olmadı. Yəni qismət olmadı da mən nə əmim olsun. Mənim kiçik qızımı həmişə dərsdən gələndə başında gətirirdi və boynunda. Hər dəfə o mənim yadıma düşəndə çox həyəcanlanıram, çox belə deyirəm kaş o günlər olardı. Hər gün mənim elə bir ki, gözümün qabağındadır. Hər gün, hər an mən unutmuram onu. Dünyaya gəlişi ilə ailəsinə dünya boyda sevinç bəxş edən Namiq, əbədiyyətə göz yumması ilə doğmalarına ömürlük kədər payı verib gedir. Biz məcburi köçkün olandan sonra eşitdim ki, o şəhid olubdu. O mənə həqiqətən də çox ağır təsir elədi. İlk öncə fikirləşdim ki, onun anası, onun bacıları indi nə vəziyyətdə olurlar? Ana dözmədi. İl yarım mənim qaynanam həm də xalamıdır. Onun il yarımında xalam öldü. Arada bir dərə vardı, orada onun qəbri idi. Çıxdı, baxdı, ağladı, baxdı, ağladı. Elə qəbri ilə qonşuydu da. İl yarımdan sonra arvad heç nədən, nə yatmadı, nə bir olub demədi, nə bir həkim çağırmadılar. Yeyib, içib gedib oturur stolda kişiyə çay tökdüyü yerdə orada uzanmış, ölüb. Şükirovlar ailəsində Namiqin nuruna bürünüb böyüyən bir adaşı var. Əmisinin adını daşımaq məsuliyyəti balaca Namiqin bəxtinə düşüb. Oğlumun uşağın onun adını qoymuşum. Namiq. Allah'a şükür, indi 15 yaşı var, 16 yaşı var. 10 sinifdə oxuyur. Elə onun özü kimi fərasətli bir oğlandı. Yaxşı çalışkan oğlandı. Özü də bilir, daşa düşür ki, əmsinin adını daşıyır, məsuliyyəti də ağırdır. Mən bilirəm kimin adını daşıyıram. Yəni bu adı daşımaq yəni mənə böyük bir məsuliyyət verir. Yəni çünki yəni bu adı yəni şəhid olduğu üçün mənə qoyublar. Yəni onun adını davam elətdirmək yəni mənim üstümdə böyük bir məsuliyyət daşımağa məcbur eləyir. Yəni bunun üçün də belə bir bütün sinif yoldaşlarımla, nə bilim, bütün yaşıdlarımdan, tanışlarımdan seçilməliyəm bu adı daşıdığıma görə. Tumas dağı və ətəyindəki bütün kəndlər yağlardan təmizlənib, işğaldan azad edilib. O torpaqlara uzun illərdən sonra qədəm basan kənd sakinləri öz həyat bacasında hələ də canlı olan xatirələrlə təsəlli tapır. Getdim öz yurdumuza, babamgilin yurduna. Getdim hər çaldan, çəpərdən keçdim. Mən isə yol hardan gedir qapımıza, babamgilin qapılarına, Namiqgilin, əmimgilin qapılarına. Mən oraya getdim. Orada iki dənə, üç dənə daş vardı, böyük daş. Mən evə dönüb evi ziyarət eləməmiş. Siz inanın Allaha, tək gedib o daşla, o elə bil o qardaşı əmmimlə söhbət eləmişəm. Bir vaxtlar abad, firavan yaşam sürən bu kəndlərin xarabalıqları könül dağlasa da yenidən abadlaşacaq. Bu torpaqlar üçün canını, qanını əsirgəməyən vətən övladları yenə boy atacaq. Əzizlərimizi, qardaşlarımızı, yaxınlarımızı itidik. Vətənimizdən, elimizdən didərgin düşdük. Evlərimiz, eşiklərimiz dağıldı, getdi. Varımız, dövlətimiz, mülkümüz. Bulaqlarımız belə qurudu, meşələrimiz belə yandı, yoxa çıxdı. Yəni gedirsən o kəndi, o kəsəyi tanımaq olmur. Bir dənə xatirələr qalır. Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaqlar şəhidlərin hesabına alındı. İndi onların hesabına biz Qarabağın hər bir güşəsinə sərbəst gedirik, gəlirik, fəxr eləyirik. Ordumuzla fəxr eləyirik, prezidentimizlə fəxr eləyirik. Allah prezidentimizə can sağlığı versin. Allah əskərlərimizi qorusun. Dünyamızı salamat eləsin, o günü də bizə qismət eləsin, orada gedib yaşaya bilək. Çox şükür ki, torpaqlarımız işğaldan azad olundu. Nə Hikmətin, nə Ramizin, nə Namiqin, nə də digər şəhidlərimizin qanı yerdə qalmadı. Xaraba da olsa, daşı daş üstə qalmasa da,
Bir ağacı, bir bitkisi qalmasa da yenə də həmin torpaqlar işğaldan azad olundu. Bilirəm ki, bütün şəhidlərimizin ruhu şaddır. Bilirəm ki, biz torpaqlarımıza qayıdacağıq, orada məskənlər salacağıq. Yenidən Qarabağ torpağında, Cəbrayıl torpağında, Dağtumasda evlər də tikiləcək, şənliklər də olacaq. Orada oğlan uşaqları da doğulacaq. Orada doğulan oğlan uşaqlara Ramizin də adını qoyacaqlar, Namiqin də adını qoyacaqlar, Hikmətin də adını qoyacaqlar. Onlar bir evdə yox, bir neçə evdə böyüyəcəklər, boya başa çatacaqlar.